Xoş gördük əziz dinləyicilər. Türkiyənin İran haqqında apardığı siyasət yəqin ki, hər kəs anlayar ki, qeyri-səmimidir və bu qeyri-səmimilik də hər yerdə görsənir. Deməli, hər gün İranın güya rejimini müdafiə edirlər və bilinmir İranı mı müdafiə edirlər, Amerikanı müdafiə edirlər. Digər tərəfdən Trump açıqlama verir ki, çox sağ olsun Türkiyənin prezidenti bizə dəstək verdi İran məsələsində. Digər tərəfdən də İran Türkiyə qışqırır ki, bəs Amerika gərək ora girməyəydi. Amerika ora girir, yenə də İsraili söyürlər. Bir tərəfdən də İranın rejimini müdafiə edirlər və güya haqqı müdafiə edirlər. Güya burada müsəlmanlıq, firqəçiliyi bir kənara qoyub müsəlman təəssübkeşliyindən çıxış edirlər. Amerika zərbə vurur, İsraili söyürlər. İran zərbə vurur, yenə İsraili söyürlər. Üçüncü dəfə Türkiyəyə zərbə vurur və bu günləri dördüncü İranın deməli, raketi Türkiyə səmasında vuruldu. Siz təsəvvür edin, bu günləri Türkiyə Baş naziri, Xarici İşlər naziri də Pakistanda görüş keçirilir, dörd tərəfli bir görüş keçirilir ki, İranda bu sülhün bağlanması üçün, İran üçün əldən ayaqdan geçsinlər və sülhə çəksinlər dövlətləri. Amma bütün bunlara baxmayaraq, yenə də İran Türkiyəyə zərbə endirib və o zərbəni Türkiyə səmasında qarşısını alıblar. Bu necə siyasətdir, bu nə deməkdir, bu Türkiyə siyasəti ilə məzələnməkdirmi, bu Türkiyəyə hər bir əsnada yerini göstərməkdirmi? Mən açıq surətdə sizə deyim, əlbəttə ki, bu müharibəyə qarışmağın, yenə deyirəm, Türkiyənin də Azərbaycanla qarışmasını qəti surətdə istəmirəm, amma Türkiyənin apardığı bugünkü İran siyasəti nə qədər yanlış, nə qədər mənasız, nə qədər qeyri-səmimi, pərdə arxası nələr edirlərsə, üzdə elə bir hərəkət edirlər ki, çox mənasız görünür və mən bu mənada düşünürəm ki, İranın siyasəti Türkiyənin siyasətindən daha səmimidir və bugün nəyin bahasına olursa olsun, Türkiyə özünü sülhpərvər göstərməyinə baxmayaraq, İran əsl mahiyyətini və İran əsl siyasətini göstərir və bildirir ki, İran səmimidir, nəinki Türkiyə. Siz necə qiymətləndirəcəksiniz? Əlbəttə ki, yazın, mənim üçün də çox maraqlıdır. Təşəkkür ederim.